Tez-tez soruşulan və səhv cavablandırılan sualların birinə toxunmaq istəyirəm. Türkün nəğməsi şeirində bədii sual varmı? Məhəmməd Hadinin Türkün nəğməsi əsərində bədii sual varmı? Konkret olaraq, Türkün tökülən qanunları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsi hədərmi? Nümunəsindən söhbət gedir. Burada bədii sual varmı? Və bir çox şagirdlər, müəllimlər və tələbələr bunu bədii sual yoxdur deyə cavablandırırlar yanlış olaraq. Niyə bu yanlışa yol verirlər? Çünki belə bir tərif uydurulub ki, bədii sual cavabı olmayan sualdır. Cavabı varsa bədii sual deyil. Bu tamamilə yanlış bir ifadədir. Bədii sual cavabı olmayan yox, cavab tələb etməyən sualdır. Cavabın olmaması önəmli deyil. Məsələn, mən sinifə girirəm, deyirəm ki, kim dərsə hazırdır? Heç kim cavab vermir. Deməli, bu bədii sualdır. Yox. Cavab gəldisə bədii sualdır, deyil. Gəlmədisə bədii sualdır. Xeyr, qətiyyən elə deyil. Tamamilə yanlışdır. Və bu şeirdə düzdür. Müəllif o sualı qoyur, sonra ona cavab da verir. Yox, tökülən bu qədər qan hədər olmaz deyir. Amma o sual verilərkən bu cavab alınmaq üçün verilməmişdir. Məsələn, başqa şeirlərdə də ola bilər. Məsələn, şeirdə deyilir ki, ürək dolu olarsa, kağıza baxarmı insan? Yox, buna gərək yox. Yəni, o cavabını versə də fərqi yoxdur. Yəni, o sual bədii sualdır. Çünki cavab almaq üçün verilməyib. Hər şeyi qoyaq bir qırağa. Hər şeyi qoyaq bir qırağa. Cavab almağa, almamağa baxmayaq. Bir məntiqlə fikirləşək. Məsələn, saat neçədir? Bu sualla Türkün tökülən qanunları bihudə gedərmi? Bu sual eynidirmi? Yəni, bunların birində bədiilik hiss eləmirsinizmi? Ən azı bu suala cavab verməklə görə bilərik ki, Məhəmməd Hadinin Türkün nəğməsi şeirində bədii suallar var.